Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində ibtidai istintaqı davam etdirən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş RR Kaspi, Səmaya Co, Səmaya Logistik və başqa məhdud məsuliyyətli cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Teleqraf xəbər verir. RR Kaspinin rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən Araz Naxçıvanın prezidentidir. Ramin Axundov eyni zamanda bu işdə adı keçən Səmaya Co, Səmaya Logistik şirkətlərinin rəhbəri, Azərbaycan Futsal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır. Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, hüquq fakültəsində ali təhsil alıb.